Kızlar, necəsiz? Axşamınız xeyir. Yəqin ki, mənim kimi hamı başı qarışıqdır. Mən də sabaha hazırlaşıram və sabaha, uşaqlar yiyib tökübdür. Sabaha birinci tort hazırlayıram və birinciliklərimi göstərmək istəyirəm. Neynədim, bilmədim heç. Mənim özümün hazırladığım birinci kim. Mən bu resepti qoymuşam, öz bilinciklərimi qoymuşam. Getmişəm hansısa bir su ilə olan nipanyatlı bir dənə reseptlə. Buradan baxın, gül kimi bilinciklər. Bir dəfə də boş vaxtımda inşallah sizlə də birlikdə eləyərik. Qəti cırılmırlar. Yəni o qədər nəzik-nəzikdir ki, baxın. Nəsə. Bunu nəyi göstərmək istəyirəm? Əslində bu mənim üçün hündür olur, bu tort, birinci tort. Bunun hündür olması üçün nə edirlər? İndi onu istədim sizə göstərəm, amma sonra bunu qoyum qırağa. İçinə az-az vururam, kər qatını vururam onsuz. Deməli, mən nə edirəm? Bilinciklərin bütünlərini saxladıram bura və bunları çəmbərin ölçüsünə görə kəsirəm. Kəsirəm bunu da ki, əgər görürsəm hündürlüyü xoşuma gəlmirsə, aralarına vururam. Belə də ki, uşaqlar ortaqdımızda yiyirlər. Nəsə. Deməli, nə göstərəcəm? Necə bunu daha çox hündür eləmək olar? Birinci tortumuzu görsəniz. Deməli, kremimizi qəşəng çəkirik. Bir də ki, meyvə falan yığanda, meyvə də torta, birinci tortuna hündürlük verir. Ona görə nəzərinizdə olsun. İndi bunlar biraz. Bizimkilər meyvə tortu xoşlanırlar. Ona görə edəmədim. Deməli, bunu belə yumru eləyirik və düzürük belə. Artıq görürsünüz. Yəni, belə bir-iki dənə eləyib dolduracam. Deməli, qızlar, bunu belə yığdım və axırıncı birinci kimdir. Bunu da əlimdə çəkmişəm, üstünə örtürəm. Üstünə qoydum. Ama biz kayışkanı silirik. Tamam. Salfetkayı. Tamam, sil. Sonra oturacağım. Aha, otur. Biraz çəkirəm. Bir dənə bunun püf nöqtəsi var. Əsas məsələ onu göstərmək istəyirəm ki, deyirəm çatım. Deməli, bu harasıdır? Belə. Belə. Qoyuruq. Və yığırıq. Elə, yəni, ölçüsü yaxşı oldu. Yığırıq. Və əsas məsələ, bilirəm, yordum sizi, amma ki, bitirirəm artıq. Deməli, yığdım, hündürlüyü öz yerindədir. Bunu bir gün qalmalıdır soyuducuda və belə bir nərbək keki, ya qab, balaca. Mən nərbək qoyuram. Ortası qəşəng tutsun özünü. Yəni, belə. Bunu qabı qoyursunuz ki, xəmir, bunu qoymayanda birinci ki, kəsəndə belə axır gedir də, lay-lay. Tort özündən gedir. Tort deyəndə bu desert sayılır da, tort sayılmır. Yəni, özündən gedir. Ona görə bunu qoyursunuz və bir gün soyuducuda qalır. Dondurucuda yox, soyuducuda özünü tutur. Sabah da bəziyirsiniz, qoyursunuz süfrəyə. Burada da biraz krem saxlatmışam. Sabah biraz ortasını bəziyim. Aldığım iquşkalardan qoyum. Olsun, bu da bizim bu ilin tortumuz. Nəsə, belə. Bugün yəqin ki, bütün Azərbaycan salat edir. Deməli, köhnə izləyəcəm bilir, bəlkə çoxunuz da bilirsiniz. Belə bir aparat var, kəsən var. Aparat da deyil, nəsə. Çox rahat bir şeydir. Rastlıqda çıxsa mütləq alın. 30-40 qəpik arasıdır. Bəlkə də ucuz taparsınız. Yəni, belə keçirirəm, çəkirəm və özü doğranır. Bunu göstərmək üçün əslində açdım kameranı, yoxsa ki, özüm tez-tez eləyəcəkdim. Qəşəng xırda-xırda doğramış salatalarınızı bundan edə bilərsiniz, bunu göstərərəm. Məsələn, mənim bir dənə salatımı da edeyim, çay qoyun, gedək, dincələk. Bugün bayram ərəfələrdir, uşaqlarla kino keyfi yapacaq, aləbi Türklər demiş. Qəşəng kino tapıblar, mən də salatımı eləyim, çayımı hazırlayım, kampanyalarını qurum, gedək kinoya baxaq. Hazırdır artıq, mənim bu haqda postum da var, mən saçniyəm, qaroqla bir yerdə qardal da tökürəm, bu biz özümüz yəni mamam geyizat, hamımız xoşlayırıq dadına, həmişə belə eləmişik və çox tatlı olur, yoxlayın, ana salatın başını buraxın, yox keçin buna.
saçniyə belə qardaldan tökün. İnan ki, bəyənəcəksiniz. Bəyənməsəz mənə yazarsınız ki, bəyənmədim. Elədim, amma bəyənmədim. Bunu da qarışdırım qoyum. Mayonezini vurmayacağım. Mayonezim yenə var. Çatmasa tökəcəm. Mayonezini də sada qoyacağım. Belə. Mənim işlərim bitdi. Hər kəsə salamlar. Yəqin ki, sizi belə salamlayıram, başa düşərsiniz. Bayramınız xeyirli, uğurlu olsun. Yeni iliniz inşallah düşərli olsun. Can sağlığı, ruzu, bərəkət, sevdiyiniz insanların ətrafında olmalısınız inşallah. 2025 doğrudan da biraz ağır keçdi. Düzdür, müharibə falan olmadı siyasi cəhətdən. Amma ki, kimdən eşidirəmsə, hamısı insanlar insanlarla sınandı, belə deyək. İnşallah bu il elə bir şeylər olmaz. Ən azı bu ildən özümüzə dəyər vermək bilək, özümüzü sevək, sevdiklərimizi görək, bizi sevənləri görək. İnşallah, inşallah, inşallah. Və nə edirik? Yeməklərimizi hazırlayırıq. Dünəndən əslində yeməklərimin bugün ancaq hamısı bişmə prosesi olacaq da, belə hamısı hazırdır demək olar ki. Bu qədər soğan niyə eləmişəm aşqaraya? Onsuz da öləcək, çox deyil. Aşqara ilə soğanı belə yağızalı bol olanda daha dadlı olur, bol olanda. Bunları da biraz açın qoyun. Deməli, menümüz nədən ibarətdir? Sezar salatı eləyəcəm, sarıçını, yarpaq dolması. Əslində yarpaq dolması eləməyəcəkdim. Sadəcə uşaqlar aşqaranı yemirlər. Ona görə dedim ki, onların da heç olmasa yeməyə bir ağız qarınlarına ət geçsin. Qoymuşam ki, bir damcı özünü buraxsın yarpaqları. Qoyun bişsin. Bir dənə də aşımı üstəcəm. Mən hazıram demək olar ki, xırda işlərim var da, tortu da bəzəyəcəm, birlikdə bəzəyərik inşallah. Yəni belə, qoyum qəşəng-qəşəng bişsin, işlərimizi görək. Mən qaranı necə yeyirəm? Deməli, soğanı qovurdum qəşəng. Əti də atdım, biraz ət də qovurdu, ət təbii ki qovurdu. Və bu dəndüşləri hamısını bir yerdə biraz qovururam, sonra daşlar yiyirəm. Bunlar əslində tək-tək qovulmalıdır. Biraz belə şişməlidir. Ancaq ki, mənim elə şeyi təbini çəkmir. Demək ki, 5 saat oynamalı. Belə hamısını qatıram. İndi bu da qovulsun. Ət, soğan, bir də şabalını qatacağım. Tuz vurmuram, çünki ət qaynadanda tuzu çox olur. Bulyon da duzludur. Ona görə daha çox qatmayacağım. Tuz şəkirim. Hazır gedəcək öz üçün dəmlənməyə. Belə dolmam da qaynayır deyəndə pişir vanfutda. Belə Sezardakı axşama yaxın eləyəcəm. Şabalı da əslində atda olmalıydı. Mən unutdum. Ona görə sonradan qoymuşam. Qıraqlarında da şabalı bu tərəfdə var. Bəlkə görmüşdük. Və bulyonunu biraz arablar bulyonunu tutayım. Bismillah. İndi vanfutda işləyək. Ətraf aləmə və əllərimə fikir vermirik, nə edirik? Deməli, tortumuzu yığılır. Baxıram ki, mən bunları rəqəm almamışam, ona görə jilədən belə hazırladım. Deməli, keçən səfər bir xanım yazmışdı ki, jiləyə su qatın rənginə ki, yaxşı alınsın və doğrudan da çox yaxşı alındı. İndi bunu çıxardaq və tortumuzu hündürdük. Tortumuz belə. İndi nə edəcəyik? Hər tərəfi qabaq eləyək. Bir tərəfi olsun qabağı. Neyse, bura olacaq qabağı. Üstünü isə necə eləyirik? Üstünü belə bir başlıqla fikirləşirəm ki, belə nələrsə eləyir. Görün necə olacaq. Başlığı dəyişdim. Deməli, bu başlığa keçdim. Bunu kəsdim və bunu alacağım. Daha bir də bunu elə boşaltmayayım. Və ortasına da bir poçka vuracağım.
vuracağım və bitirəcəm. İnşallah. Ümumiyyətlə bu başlatma da xoşum gəlir. Kremin qaldı amma. Durum görəsən buralara. Kremin qaldı axı. Durum. Dondurum buralara qalaca olsun. Belə. İndi gedeyim. Kızlar, hazırlaşın, sizə bir şey göstərdim. Mən yazdım, çökək deyib züb tərəfə gedir və belə şeylər almışdım, qoydum. Bunu da bölməmiş artıq oldu. Deməli belə, mətbəxdən bir gözəl iylər gəlir. Bu qaldı. Beşin. Belə qoyun. Nəsə, mətbəxdən bir qəşəng iylər gəlir. Mən Sezarın ətini pişirirəm və inanın əti götürüb mamyanı təxir və bunlar da qaroqlu, bunlar da qoyun. Deməli, mən Sezara öz reseptimlə edirəm, özüm sayağı. Anamı dincəldik, geyindik, keçindik, uşaqlar hələ də yatıblar, uşaqlar yatsırdım ki, bugün gecəyə kimi qalacaqlar. Biz həmişə yeni ildə saxadıram uşaqlar ki, sərvizə falan görsünlər. Ona görə də gün orta yatdıq, hamımız yatdıq, dincəldik və mən durmuşam, geyinmişəm, keçinmişəm. Dedim, bu salatları edeyim, yavaş-yavaş. Öz xolumdan, hələ ki, uşaqlar yatıblar. Yatıblar, onlar durana kimi də onları qəşəng geyindirim. Keçək, oturaq süfrəmizə. Mesela belə doğradım bugün xiyarları. Oy. Belə. Pomidor bizə yeyilmir. Bunu belə bir dənə doğrayacağım. Ama bunu da sabaha 100 faiz ki pomidor yumurta yiyəcəm. Soğudu bunu əlimdən tutacağım. Yoxsa yox. Biz həmişə bayramları necə kəsirik, onu da deyir. Bizə mənim mamam deyir, mamam həmişə deyir ki, qoymur yığışaq arasa da, onlara ya hamısı yığışsın bizə, elə ki, gələcək verin. Deyir, hələ öz ocağında, öz evində keçirsin, bayramdan sonra yığışır. Ya mama gəlir deyir, hamısı da yığışlara, ya da ki, biz yığışırıq mama gəlir. Yəni belə. Bu səfər də mama gəlir bayramdan sonra yədir ki, gələrlər. Dur, tam. Dur. Olsun çək. Yavaş-yavaş süfrəmizi düzəldirik. Buradan çıxan bankaları yeməyəcəyik. Təbii boşaldıcı. Təbii ki, tulayacaq. Bu özümüzün koyduğu zeytinler doğru.
Mənim patinka Sezar salatam. Uşaqlar ilə ortalıqda kələmin yedilər. Ətindən də yeyilib. Valla biz patinkasını əslindən daha çox bəyənirik. Bu əti də özüm bildiyim üslubda eləmişəm. Özümüzün bəyəndiyimiz. Nəsə belə. Bəzən patinkalar daha ləzzətli olur. 2 dənə də pomidor qoyun, pomidor yeyilmir Sezarda bizdə. Nəsə belə. Ha, bu da hazır. Gedim uşaqları gezdirib. Tortumuzun son halı. Burasını sildim. Götürdüm. Güdüm təzdən qoydum. Və süfrəmiz. Allah hamı süfrəsini bol eləsin. Yeni il hamıya uğurlu, düşərli olsun.